Salam, hər vaxtınız xeyir olsun. Kanalımda xoş gördük sizləri. Bugün mən sizə 4-cü sinif riyaziyyat qiymətləndirmə 2-ci hissənin digər mövzularını izah edəcəm. Test 13, məchulların mühakimə yolu ilə tapılması. Deyir ki, rəqəmləri müxtəlif olan 2-3 rəqəmli cüt ədədin cəmi 978-dir. Bu ədədlərdən böyüyü ən çoxu neçə ola bilər? Ümumiyyətlə, rəqəmləri müxtəlif olan ən kiçik 3 rəqəmli cüt ədədimiz 102-dir. Bunun üçün 978-dən 102-ni çıxırıq. Qalır 876. Deməli, böyüyü ən çoxu 876 ola bilər. 2. A, B, C azalan sırayla verilmiş müxtəlif bir rəqəmli ədədlər olarsa, bu cəmdə C-nin yerinə ən azı neçə ola bilər deyir. Ən azını istəyirsəm, təbii ki, ən böyüyündən başlamaq lazımdır. Məsələn, azalan sırayla verilmiş bir rəqəmli ədədlər götürsək, 9, 8 toplasaq, 17, 17-nin də üzərinə 2 gələndə 19 edir. Deməli, C-yə qalır 2. 3 müxtəlif 3 rəqəmli ədədin cəmi ən çoxu neçə ola bilər? 3 dənə müxtəlif 3 rəqəmli ədəd götürürəm. 999, 998 və 997. Bunları toplayırıq. 999-un üzərinə 998 gələndə 1997, onun da üzərinə 997 gələndə 2994 alırıq. 3-ə də uyğun olacaq A variantı. 4. Rəqəmləri müxtəlif olan 3 rəqəmli tək ədədin cəmi verilibdir və bu ədədlərdən hər biri 400-dən böyükdür. Ən böyüyü ən çoxu neçə ola bilər? Ona görə ən kiçiyi ilə başlayıram. 401-dən və 403-dən. 401 ilə 403-ü toplayırıq ilk öncə. O edəcək bizdə 804. Bunu tapdıq. Sonra ümumi 1371-dən də 804-ü çıxıram ki, görək ən böyüyü neçə qalır. 1371-dən də 804 çıxanda cavab 567 eləyəcək. 4-ü də uyğun olacaq C bəndi. 5. Rəqəmləri müxtəlif olan 4 2 rəqəmli cüt ədədin cəmi veribdir. Bu ədədlərdən ən böyüyü neçə olar deyir. Ən kiçiyi ilə başlayıram. 4 dənə 2 rəqəmli cüt ədəddir. Deməli 10, 12, 14-ü toplasaq əgər, onun üzərinə 12 gələndə edir 22, 22-nin üzərinə 14 gələndə 36 və 116-dan da çıxanda qalır 80. 116-dan da çıxırıq 36-nı, 80 edir. Deməli, ən çox neçə ola bilər? 80. 5-ə də uyğun olacaq B bəndi. Gəldik 6-ya. Deyir, hər biri 800-dən kiçik olan 3 müxtəlif 3 rəqəmli ədədin cəmi 1810-dur. Bu ədədlərdən ən kiçiyi, ən azı neçə ola bilər? Deməli, ən azı deyirsə, yenə də 800-dən kiçik olan 3 rəqəmli ədədlərdən götürsək, məsələn, 799 götürə bilərik, bir də 798 götürə bilərik. İlk öncə 799 ilə 798-i toplayırıq. 799-un üzərinə 798 gələndə alırıq 1597. Və 1810-dan da 1597-ni çıxanda qalır 213. Deməli, 6-ya da uyğun olacaq C bəndi. 7. 3 yeşikdə 69 kiloqram alma var. Yeşiklərin hər birində olan almaların kütləsi müxtəlif olmaqla 20-dən çox 30-dan azdır. Ən çoxu neçə kiloqram alma ola bilər deyir. Və 20-dən çox 30-dan azdırsa, ən kiçiklərini götürsək, 21, 22-ni götürə bilərik. Bunları toplayırıq, olur 43 və 69-dan da 43 çıxırıq. Cavab qalır 26. Deməli, cavab olacaq 7-də A variantı. 8. 3 rəqəmli ədədlərdir. C bu ədədlər arasında ən kiçiyidir. Onun üçün ən böyüyündən başlayıram.
müxtəlif 3 rəqəmli ədədlərimizdən 999 və 998-i götürürük. İlk öncə 999 ilə 998-i toplayıram. 20997. Sonra 2093-dən 1997-ni çıxırıq. Qalır 196. Deməli, C ən azı 196 ola bilər. 9. Yine 4 müxtəlif 2 rəqəmi cüt ədədin cəmi ən çoxu dediyinə görə ən böyüylə başlayıram. Ən böyük 2 rəqəmi cüt ədədimiz 98'dir. Sonra 96'dır, sonra 94'tür və sonra da 92'dir. Ona görə hər birini topluyorum. 98'in üzerine 96 gələndə 194 edir. Üzerine 94 gələndə 288 edir. Onun da üzerine 92 gələndə 380 tapıram. Deməli, ən çoxu 380 ola bilər. 10. Rəqəmləri eyni olan 3 müxtəlif 2 rəqəmli ədədin cəmi verilibdir. Bu ədədlərdən ən kiçiyi ən azı neçə ola bilər deyir. Rəqəmləri eyni olan 3 müxtəlif 2 rəqəmli ədəddən ən böyüyü 99'dur, sonra 88'dir. Bunları toplayıb ən kiçiyini tapmaq üçün 99 ilə 88'i toplayıram, eləyir 187. 231'dən də çıxıram 187'ni. Cavab eləyəcək 44. Deməli, ən azı 44 ola bilər. Gəldik test 14'ə. Rəqəmləri müxtəlif olan 2-3 rəqəmli tək ədədin cəmi 1262'dir. Bu ədədlərdən kiçiyini istəyir. Bunun üçün ən böyüyündən başlamalıyam. Rəqəmləri müxtəlif olan 3 rəqəmli tək ədəd ən böyüyü 987'dir. 1262'dən 987'ni çıxırıq. Qalır 275. 1'e uygun olacaq A variantı. 2. A, B, C artan sırayla verilmiş müxtəlif bir rəqəmli ədədlər olarsa, A plus B plus C'dən 16 verilibdir cəmində. Deyir, A plus B cəmi ən çox, ən azı neçə ola bilər? Ən azı dediyinə görə, birinci mən burada elə rəqəm götürməliyəm ki, artan sıra olmalıdır. Və plusda bunların da cəmi ən azı deyirsə, balacadan başlayıram. 1, 2'dən başlaya bilərəm məsələn. 1 ilə 2'ni toplasaq 3, amma 3'ün üstünə biz 13 gələndə bir rəqəmli olmur. Ona görə dəyişirəm. Bura məsəl üçün qoya bilərik. Tutaq ki, ən böyük bir rəqəmlə də 9. 16'dan çıxaq 9'u, yerdə qalır bizdə 7. Deməli, digərlərinin cəmi 7 ola bilər. 7 olması üçün bunu 1 götürə bilərəm, bunu da 6 götürə bilərəm. Həqiqətən də bunları toplayanda 16 elədi və ən azı da bunların cəmi 7 elədi. 2'ye də uyğun oldu B bəndi. 3. Rəqəmləri müxtəlif olan 3 ardıcıl 3 rəqəmli cüt ədədin cəmi ən çoxu neçə ola bilər deyir. Ən çoxu dediyinə görə rəqəmləri müxtəlif olan ardıcıl 3 rəqəmli cüt ədəddir. Məsələn, 986 yaza bilərik. Sonra 984 yaza bilərik. Sonra 982 yaza bilərik. Bunları toplayaq. 986'nın üzerine gəlirəm 982'ni. Onun da üzerine 984'ü gəlirəm. 2952 edir. 3 uyğun olacaq C bəndi. 4. Rəqəmləri müxtəlif olan 3 rəqəmli cüt ədədin cəmi verilibdir. Bu ədədlərin hər biri 500'dən böyükdür. Ən böyüyünü istəyirsə ən kiçiyi ilə başlayıram. 502. Sonra da 504 götürə bilərik ən kiçik. 502 ilə 504'ü toplayıram. Eləyir 1006.
Sonra 1792'dən də 1006-nı çıxırıq. O da deyir 786. Deməli, ən böyük neçə ola bilər ən çoxu? 786. 5. Rəqəmləri müxtəlif olan 4 2 rəqəmi tək ədədin cəmi verilibdir. Bu ədədlərin ən böyük neçə ola bilər? 2 rəqəmi tək ədədlərdən ən kiçik bizdə rəqəmləri müxtəlif olan 12-dir. Sonra 13-dür. Amma tək dediyinə görə 13 götürürəm. Sonra 15 götürə bilərəm. Sonra bir də 17 götürə bilərəm. Bunları toplayırıq. 138-dən çıxırıq ki, ən böyük neçə qalır? 13-ün üzərinə 15 gəlirəm. 28. 28-in də üzərinə 17 gəlirəm. Olur 45. 138-dən də 45 çıxırıq. Qalır 93. 5-ə uyğun olacaq B bəndi. 6. Hər biri 600-dən kiçik olan 3 müxtəlif rəqəmin cüt ədədin cəmi verilibdir. Ən kiçiyi deyir. Ən kiçiyi deyirsə 598 götürə bilərəm cüt dediyinə görə. Sonra 596 götürə bilərəm. Bunları toplayaq ilk öncə. Ən böyüklərini ki, ən azı görək nə qalır. 596-nı toplayanda 1194 eləyir. Və 1620-dən də 1194-ə çıxıram. O da eləyir 426. Deməli, ən kiçiyi neçə ola bilər? 426. 7. 3 kisədə 130 kiloqram kartof var. Kisələrin hər birində olan kartofun kütləsi müxtəlif olmaqla 40-dan çox, 50-dən azdır. Ən çoxu deyir neçə ola bilər? 41 götürə bilərik. Bir də 42 götürə bilərik ilk öncə. Ən az götürək ki, ən çoxunu tapa bilək. 3, 83 olur. 130-dan da 83-ə çıxırıq. O da qalır 47. Deməli, ən çoxu neçə ola bilər? 47. 7-yə də uyğun oldu D bəndi. 8. M, N, K müxtəlif 4 rəqəmli ədədlərdir. M bu ədədlərdən ən kiçiyidir. Ən azı neçə ola bilər? Ən kiçiyidirsə, onda ən böyüklərini götürək ilk öncə. Ən böyük müxtəlif, yəni 4 rəqəmli ədədimiz 9999. Sonra 9998-dir. İlk öncə bunları toplayırıq. 9999-un üzərinə 9998-i gələndə alırıq 19997. Və 24559-dan da çıxanda 4562 alırıq. 8-ə də uyğun oldu 4562. 9. 4 müxtəlif 2 rəqəmli tək ədədin cəmi ən çoxu neçə ola bilər deyir. 2 rəqəmli tək ədədlərimiz 4 dənə müxtəlif. Məsəl üçün 11-dir, 13-dür, 15-dir. Bir də 17-dir. Ən çox neçə ola bilər? Gəlin tapaq. Bu ən az olur. Ən çoxu deyirsə, gəlin 9-la başlayanlara baxaq. Məsələn, 99, 98, 97, 96. Yəni bu formada olsun. Amma tək ədəd dediyinə görə 99, 97, 95 və 93 götürəcəyik. Və bunların cəmini tapacağıq. Cavab eləyəcək 384. 10. Rəqəmləri eyni olan 3 müxtəlif 3 rəqəmli cüt ədədin cəmi verilibdir. Ən böyüyünü istəyir. Ona görə ən kiçiyi ilə başlayıram. Rəqəmləri eyni olan 3 rəqəmli cüt ədədimiz 222-dir. Sonra 444-dür. Bunları toplayıb ümumidən çıxacağam. 222-nin üzərinə 444 gələndə eləyir 666. Və 1554-dən də çıxanda qalır 888. 10-cunun da cavabı oldu 888. Bu qədər. Növbəti videolarda görüşmək ümidi ilə sağ olun.